Salamlar, saygılar, azadlıq uğrunda mübarizə edən əziz millətimizə və igidlərimizə. Biz bugün bu diktator rejimin konsolosluğunun önüne gelerek öz etirazımızı bu rejimin özbaşınalık karşısına bildirmek istedik. Yeter artık, günahsız insanların canını ve yaşam hakkını aldınız. Özgür yaşamak her bir insanın hakkıdır. Təəssüflər olsun ki, bugün ve bu saatte çok sayıda siyasi məhbuslar özlerinin edam hükmünün icrasını gözləyirlər. Ve onların aileleri təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlərə məruz qalırlar. Eyni zamanda Güney Azərbaycanda milli mədəni fəallarımıza qarşı ağır həbs cəzaları və işgəncələr verilərək onları susturmaya çalışırlar. Lakin millətimiz bu igidlərin və ailələrin arkasındadırlar və biz onların haqq yoluna devam edeceğiz. Bu rejim bir daha sübut etti ki, ıslah olan bir rejim değil. Biz beynəlxalq kurumlardan ve demokratik ülkelerden talep edirik ki, bu rejimin əməllərinin karşısında dursunlar və sessiz olmasınlar. Təəssüflər olsun ki, bizim milletimizin sesi ve onların haklı istekleri bu rejimin ve onların tırnağarası opozisyon medya ve televizyon tarafından bile boykot olunur ve hatta rejime destek verirler. Onlar bu sessizlikleriyle İran terör rejiminin yanında durarak o siyasi coğrafyada yaşayan milletlerin haklarını ezmeye ve baskılara destek vermeye çalışırlar. Ben bir Azerbaycanlı olarak demek isterim ki bizde bellidir hedef. Hamımızdayız taraf. Yaşasın Azerbaycan, yaşasın azadlık, diktatörlüğe yok, azadlık, adalet, milli hakimiyet.